السلام عليكم ورحمة الله وبركاته. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا حبيب إله العالمين أبي القاسم المصطفى وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين، سيما الحجة بقية الله في الأراضين، روحي وأرواح العالمين لتراب مقدمه الفداء، ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. أوصيكم ونفسي بتقوى الله. Allah'ın salamı, rahmeti ve bereketi olsun her birinizin üzerine. Əziz ve değerli Müslümanlar, özümü ve sizleri ilahi təqvaya dəvət edirəm. Təqva yəni gizlində və aşkarda Allah'ın hədlərini qorumaq ve o hədlərdən kənara çıxmamaqdır. Əziz ve değerli Müslümanlar, inşallah bugünkü cümə xutbəsinin mövzusu dinimizin çox önəm verdiği məsələlərdən biri olan ağsaqqallara, böyüklərə, qocalara hörmət haqqında olacaqdır. Allah Teala bütün varlığı, bütün dünyanı bir nizam içerisinde yaratmıştır. Her bir canlı öz nəslini, həyatını davam ettirir. Ve bu həyatı davam ettirmək bu sistemin bir parçasıdır. İnsan həyata qədəm qoyur, hər bir canlı kimi, hər bir canlının başlanğıcı kimi insan həyata yeni başlayarkən zəif, aciz və himayəyə möhtac olaraq öz həyatını başlayır. İnsan sonralıqca digər canlılar kimi də inkişaf edərək yetkinləşir, zaman keçdikcə güclənir və nəhayət yaşad olub qocalır və ömrünü tamamlayır. Qocalıq və yaşlılıq həyatın danılmaz bir hissəsidir. Dünya həyatının fani, insanın aciz, ölümün şəksiz şübhəsiz olduğunu göstərən bu həqiqət uca Allahın əbədi, baqi və qüdrətinin sonsuz olduğuna bir dəlildir. Allah Teala insan həyatını, ümumiyyətlə həyatı bu cürə yaradıb. Başlanğıcı zəif və aciz, sonra güclü, sonra təzədən aciz formaya düşməsi. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki: "Vallahu Bismillahirrahmanirrahim. Vallahu halakakum thumma yetevaffakum." Allah Teala buyurur ki Allah sizi yaratmıştır. Sonra sizi əzəlini çatdıqda öldürəcəkdir. "Ve minkum men yuraddu ila erzalil umri likay la ya'lemu ba'de ilmin şey'en." Buyurur ki sizlerden bir kısmınız ise ömrünüzün en rezil çağına çatdırar. Allah ömrün en rezil çağına çatdırar. Bu rezil çağ nedir? İnsan bildiğini unudar. İnsan qocalığın en düşkün dövründe bildiğini unudur. Xasiyyəti dəyişib uşaq kimi olur. Tabii ki bu her qocaya ait değil. Her yaşlıya ait değil. Hakkı tanımayan, küfür sahibi olan, iman getirmeyen qocalar aittir. Ama Kur'an okuyan, oruç tutup namaz kılan, sidq ürəklə Allah'a bağlı olanlar qocaldıqda belə ağlı daha da cavanlaşır. Hadiste var ki Hazreti Aleyhisselam buyurur ki aqil insan, ağıllı insan qocaldıqda ağlı cavanlaşır. Cahil insan ise qocaldıqda cəhaləti cavanlaşır. Onun cəhaləti cavanlaşır. Allah Teala buyurur ki
insanların yaratdığı, öldürdüğü bəziləri ömrünün ən rəzil çağına gəlib çatar. Yəni, öz ehtiyacların belə ödəyə bilməz, bildiklərin belə unudar, belə bir hala çatar. Bu nə üçündür? Allahın qüdrətini bəlkə dərk eləyəsə. Allah ayənin sonunda buyurur: İnnallaha alimun qadir. Allah hər şeyi biləndir. Baxın, nə deyir? Deyir ki, bildiyini unudar insan. Allah barəsində isə nə deyir? İnnallah alimun. Allah biləndir. Sən bildiyini unudacaq bir vəziyyətə gətirir Allah. Amma Allah özü biləndir. Sonra nə buyurur? Qadirun. Allah qüdrətlidir. Yəni nə deməkdir? Sən ömrünün elə bir çağına gələ bilərsən ki, qüdrətini əldən verəcəksən, gücünü əldən verəcəksən. Amma Allah qüdrətlidir. Allah sonsuz güc sahibidir. Allah sonsuz güc sahibidir. Bugünün gəncləri, cavanları sabahın yaşlılarıdır təbii ki. Bugün malik olduğumuz gənclik, malik olduğumuz sağlamlıq, gücümüz, qüvvətimiz bir ömür boyu qalmayacaq. Bunu bir gün biz əlimizdən verəcəyik. Təbii ki, o da ömrümüz ona yetişsə, o ömrü Allah cavan dünyamızı dəyişməsə, nə qədər insanlar var ki, o üzünə ağ tük çıxmamış dünyasını dəyişir. Allah dünyasını dəyişən cavanlarımıza, xüsusən şəhid qardaşlarımıza Allah rəhmət eləsin. Bu qanun hər bir kəsə aiddir. Hər bir kəsə aiddir ki, əlində olan bir gün əlindən çıxacaq. Bir gün qocalacaqsan, atan kimi, anan kimi, nənən kimi, baban kimi sən də yaşlaşacaqsan. Allahın qüdrətin və dünyanın keçici olduğun dərk eləməlisən. Allah Teala Yasin surəsinin 68-ci ayəsində buyurur ki, Bismillahirrahmanirrahim. وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسُ فِي الْخَلْقِ. Buyurur ki, hər bir kəsə ömür versək, hər bir kəsə uzun bir ömür versək, onu xilqətcə tərsinə çevirərik. Başqa bir hala salarıq, başqa bir şəklə salarıq. Qüvvəsini alar, gözünün nurunu aparar, hafizəsini zəiflədər, bildiklərini unudar, özünü də uşaq kimi hiss eləyər. Yəni, insan əvvəlki halına qaydar. Dünyasının, belə deyək, ömrünün sonlarına doğru əvvəlki halına qaydar. Sonda nə buyurur ki, əfələ yəqilun. Allahın, məgər kafirlər bütün bunları gördükdən sonra Allahın hər bir şeyə qadir olduğunu görməzlərmi? Bu qocalıq təkcə biz insanlara, adi insanlara mı aiddir? Söhbətimizin əvvəlində dedik ki, xeyr, təkcə insanlara aiddir, hətta bitkilərə də, heyvanlara da, bütün canlı olan hər bir şeyə də aiddir. Adi bir daş parçası deyirlər ki, bu daşın filan qədər ömrü var. Bu qaya parçası filan ildə məsəl üçün burada qalır. Hətta insanlar arasında peyğəmbərlər belə qocalığı dadırlar. Qocalığın nə olduğunu hiss edirlər. Allah Teala Məryəm surəsinin 3 və 4-cü ayəsində bu haqda danışır. Həzrəti Zəkəriyya aleyhissalam haqqında danışır ki, İz nədə Rabbəhu nidəən xafiyyə. Deyir ki, Zəkəriyya Rəbbinə gizlicə, xəfi şəkildə dua edib yalvardığı zaman belə demişdi, qalə, belə demişdi, Rabbi inni vəhənəl azmu minni vəştə'alər rə'su şeybən. Buyurur ki, Zəkəriyya aleyhissalam belə dua eləmişdi. Ey Rəbbim, artıq sümüyüm süsləşib, yəni zəifliyib, halsızlaşıb. Başım ağappaq ağarmışdır. Amma davamında nə buyurur? وَلَمْ أَكُنْ بِدُعَائِكَ رَبِّ شَقِيَّ. Ey Rəbbim, sənə dua etməkdən amma heç vaxt naümid olmamışam. Qocalığımın ən şiddətli çağında belə yenə duamı əski etməmişəm. Nə dua edəmişəmsə, duam qəbul olur. Ona görə qocalıq Allahın insana qüdrətini göstərir. Qüdrətini göstərir ki, bir vaxtlar güclüydün, bir vaxtlar qüdrətliydin. Amma nə oldu? Allah Teala bu gücü qüdrəti sənin əlindən aldı. Mən deyəcəyim bir şeyi neçə illər öncə oxumuşam. Bəlkə bir 10 il bundan əvvəl oxumuşam. Bir alim deyirdi ki, mən həmişə düşünürdüm ki, alimin sözüdür. Hansısa şairin, Meyxanadiyanın sözü deyil ha. Yəni, onlarda da belə bir söz, əksin deyib. Amma
Bu bir alimin sözüdür ki, mən bunu neçə il öncə oxumuşdum. Bir alim deyirdi ki, mən düşünürdüm ki, şiir qoca olsa da şirdir. Amma deyir, qocalandan sonra gördüm ki, qoca elə şir olsa da qocadır. Yəni qocalığı mütləq, şir də qocalığını hiss eləyir. Nə qədər qüdrətli olsan belə, o qocalığı hiss eləyəcəksən. Həzrəti Əmir əl-Möminin Ali ibn Əbi Talib əleyhissalam buyurur ki, Əl-məşibu rəsulül mevt. Buyurur ki, ağ saçlar ölümün elçisidir. Elə ki, saçın saqqalın ağardı, artıq ölüm sənə bir elçi göndərib. Yəni, yavaş-yavaş özünə diqqətli ol, özünə diqqət elə, nəfsivə diqqət elə. Məsəl üçün, hədisdə var ki, 40 yaşından sonra əlinə əsa götürmək müstəhəbdir. Əlində əsa götür. Bu nə üçün? Bunun iki cür mənası var. Birinci mənası budur ki, qocalmısan da yavaş-yavaş 40 yaşından sonra artıq qocalırsan. Əsas sənə dəstək olsun. Bir də bunun bir mənəvi mənası var ki, 40 yaşını keçmirsən, yavaş-yavaş o biri tərəfə hazırlaşırsan. Əlinə mənəvi bir əsa götür. Yəni, özünə dəstək, bir imanıva dəstək olacaq bir şeylər tədarük elə ki, ayağın sürüşməsin. Yavaş-yavaş, belə deyək ki, ömrümün qum dənələri azalır. Ona görə əlinə əsa götür. Həzrət Əli əleyhissalam digər hədisdə buyurur ki, kəfə bişşeybi nədiran, xəbərdarlıq üçün, qorxutmaq üçün ağ saçlar kifayətdir. Peyğəmbərimizin vəzifələrindən biri nə idi? Qorxutmaq və müjdələmək. Həmin nəzir sözü gəlir. Bəli, bəşiran və nədira. Bəli. Nədir? Burada da həmin kəlmə gətirir. Hələ qorxutmaq üçün, xəbərdarlıq üçün ağ saçların sənə kifayətdir. Ona görə bəzən insanlar olur, bir dənə ağ saqqalı çıxan kimi və saç ağaran kimi narahat olur, nə bilim, dartır onu çıxardır, qoymur, nə bilim, xına qoyur falan filan. Yox, lazım deyil bu şeylər. İndi oxuyacağım növbəti hədislərdə bunun necə əzəmətli bir şey olduğunu görəcəksiniz. Buyurur ki, İmam Sadiq əleyhissalam buyurur ki, Mə rəaytu şeyən əsra ilə şeyin minəşşeybi iləl mümin. Buyurur ki, möminə ağ saçdan, ağ tükdən daha tez yaxınlaşan bir şey görmədim. Mömin üçün ən sürətli olan şey saçının, saqqalının ağarmasıdır. Və ənəhu vəqarun lil-mümin fid-dünya. Buyurur ki, həmin o müminin saçının saqqalının ağarması mömin üçün dünyada vüqardır. Vüqar nə deməkdir? İzzətlidir, hörmətlidir, əzəmətlidir. Yəni, kişiyə yaraşan bir şeydir saqqalının ağ olması. Möminə yaraşan bir şeydir. Davamda buna nə buyurur? Və nurun sati'un yevməl qiyamə. Həmin müminin saçının, saqqalının ağ olması qiyamətin günündə onun üçün parlaq bir nurdur. Bihi vəqarallahu xaliləhu İbrahim. Buyurur ki, Allah Teala ağ saçla İbrahimə, ağ saçı İbrahimə bəxş elədi. Fəqalə mə hədə ya Rab. Deyir, İbrahim əleyhissalamın saçı saqqalı ağardı, o vaxta kimi o şeyi görməmişdi İbrahim əleyhissalam. Kimdəsə saçı ağarsın, saqqalı ağarsın. İbrahim əleyhissalam saçı saqqalı ağaranda dedi ki, mə hədə ya Rab, bu nədir ilahi? Allah Teala ki, qalə ləhu hədə vəqarun. Buyurdu ki, Allah Teala dedi ki, bu vüqardır, bu hörmətdir, bu əzəmətdir, bu izzətdir kişi üçün. Fəqalə ya Rabbi zidni vəqarən. Buyurdu ki, İbrahim əleyhissalam Allah Teala'dan bunun səbəbini soruşduğunda Allah Teala dedi, ondan sonra İbrahim əleyhissalam buyurdu ki, ilahi, mənim vüqarımı artır, mənim əzəmətimi artır, mənim hörmətimi. Yəni ki, üzümdə ağ tük daha çox olsun, daha da nə olsun? Mənə əzəmət versin. Təbii ki, insan gərək, ağsaqqal gərək, saqqalının hörmətini də qoruya. Saqqalının hörmətini də qoruya da, necə deyirlər, yüngül saqqal olmaya. Öz saqqalına, öz Allahın verdiyi onu nurdur da, bir gözəlliyidir. Ona gərək sahib çıxa, onu gərək qoruya, ona gərək dəyər verə. Aleyhisselam buyurur ki, vəqaru şeybi
əhabbu iləyyə min nəzarətiş şəbab. Buyurur ki, mənim üçün qocalığın vüqarı gəncliyin şadlığından daha sevimlidir. Gəncliyin şadlığından, yəni qocanın əzəmətli olması, qocanın vüqarlı olması, cavanlıqda şadlı olmaqdan, sevincli olmaqdan Həzrət Əli əleyhissalam deyir, daha yaxşıdır mənim üçün, daha sevimlidir. Amma neynəməlidir? Hədisdə var ki, hədisdə baxın görün necə hədisdir. Diqqət eləyək, buyurur ki, cavanların ən yaxşısı özün qocalara oxşadandır. Özün qocalara oxşadandır. Qocaların ən pisi özün cavanlara oxşadandır. Yəni çünki qoca hələ qoca kimi yaxşıdır. Qoca hələ ağsaqqal kimi yaxşıdır. Hər yaşın öz dəyəri, öz qiyməti vardır. Təbii ki, bu o demək deyil ki, indi cavanlar qardaşlarımız da narahat olur. O demək deyil ki, cavanları da biz kənara atmaq lazımdır. Xeyr, qoca təbii ki, qoca olanda cavanın da qədri onda bilinir. Qoca cavana da qiymət verməyi bacarır. Məsəl üçün, əgər bir yerdə əksəriyyətiniz burada məndən böyüksüz. Xüsusən birinci sırada əyləşən ağsaqqallarımız, ikinci sırada əyləşən ağsaqqallarımız, seyidlərimiz hamısı məndən böyüdür. Mən bura gəldiyim ilk gündən bəri Allah can sağlığı versin, hamısı hörmətimizi qoruyublar, dəyər veriblər. Həmişə hörmətlə, izzətlə saxlayır. Çünki necədir? Qoca öz qocalığını biləndə qarşısında da qarşısındakına da hörmətlə yanaşır. Allah Teala qocalarımıza, ağsaqqallarımıza, seyidlərimizə can sağlığı versin inşallah. Allah Teala bizləri ağsaqqalsız, böyüksüz eləməsin inşallah. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika venhar. İnne şani'eke huvel abtar. Sadakallahul aliyyul azim. Peygamber ve Ali Peygamber'e salavat edin. Allahümme salli Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala Resulillahil amin. Seyyidina ve nebiyyina ve habibi ilahil alamin. Abil Qasimil Mustafa Muhammed. Ve ala Aliyin emiril mu'minin ve Fatime'tez Zehra seyyidete nisa'l alemin vel Hasan vel Hüseyin ve Ali ibn Hüseyin ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي صلوات الله عليهم أجمعين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين وجميع عباد الله الصالحين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. آمين آمين يا رب العالمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. أوصيكم ونفسي بتقوى الله. Əziz və dəyərli müsəlmanlar, mömin qardaşlarım, özümü və sizləri ilahi təqvaya dəvət edirəm. Təqva yəni gizlində və aşkarda Allahın haram etdiklərindən çəkinmək, vacib etdiklərinə isə əməl etməkdir. Allah Teala bizləri təqvalı, müttəqi, muxlis bəndələrindən qərar versin. Mövzumuz ağsaqqallarımıza, böyüklərimizə, yaşlı insanlara dəyər vermək haqqında idi. Dinimiz də bizə buna əmr eləyir ki, ağsaqqallara, yaşlılara hörmət eləyin, onların hörmətini qoruyun.
aləmlərə rəhmət olaraq göndərilmiş, insanlığa nümunə olan Peyğəmbərimiz də Allahın salamı olsun ona və pak əhl-i beytinə. Bu işdə bizə ən böyük nümunə idi. Həyatına baxdıqda bu nümunələri Peyğəmbərimizdə görürük. Peyğəmbərimizin valideynləri və daha sonra babası da dünyasını dəyişdikdən sonra ömrünün son gününə qədər Peyğəmbərimizi himayə edən, onu müşriklərin hücumlarından, təzyiqlərindən qoruyan əmisi Əbu Talibə, yəni Həzrət Əli əleyhissalamın atası olan Əbu Talibə ki, onun ağsaqqalı idi, bir ömür boyu hörmət göstərmiş, bir ömür boyu dəyər vermiş, həmişə ehtiramı saxlamışdır. Və Peyğəmbərimiz bundan əlavə həmişə qəbilə rəislərinə hörmətlə yanaşırdı, qəbilənin ağsaqqallarına, böyüklərinə, ümmətin qocalarına həmişə dəyər verərdi. Öz süd anasına, süd verən xanımlarına, 2 nəfər ki, xanım ona süd vermişdi, Sümeyyə və Həlimə xanımlar, onlara həmişə hörmətlə yanaşırdı. Və Həzrət Əli əleyhissalamın atası Əbu Talib əleyhissalamı hörmətlə yanaşdığı kimi, Əbu Talibin həyat yoldaşı Həzrət Əli əleyhissalamın anası Fatimə binti Əsədə də həmişə hörmətlə yanaşar və ana münasibəti göstərərdi. Allahın elçisi bildirmişdir ki, yaşlılara kömək edən və ona qulluq edən şəxs qocaldıqda həmin şəxsə Allah Teala ona qulluq eləmək üçün bir şəxs göndərər. Bir şəxs çünki cavanlığında o kiməsə qulluq eləmişdi. O ağsaqqalına, o valideyninə, atasına, anasına kömək eləmişdi. Allah da o qocalanda ona yardımcı göndərər. Bu övladlarından da ola bilər, digər şəxslərdən də ola bilər. Zəifin əlindən tutmaq, xəstələri ziyarət etmək, azları doydurmaq, möhtaclara yardım əlini uzatmaq, qocalara hörmət göstərib könüllərini almaq və dualarını qazanmaq bizim dini bir vəzifəmizdir. Peyğəmbərimiz buyurur ki, Allahın salamı olsun ona və əhl-i beytinə, buyurur ki, Əş-şeyxu fi əhlihi kən-nəbiyyi fi ümmətihi. Buyurur ki, bir ailədə, bir nəsildə olan ağsaqqal öz ümməti arasında olan Peyğəmbər kimidir. Peyğəmbərin o sözüdür. Bir ailədə olan ağsaqqal, hörmətli, yaşlı olan bir şəxs necə Peyğəmbər öz ümməti arasında necədirsə, o da ailəsi arasında o cür nə olar. Peyğəmbərin vəzifəsi nədir? Peyğəmbərin vəzifəsi insanlara doğru yolu göstərmək, yolun azanlara kömək eləmək, onları hidayətə çatdırmaq, yetişdirmək. Ağsaqqalın da vəzifəsi bu cür nə olmalıdır? Ağsaqqal öz cavanlara yol göstərməlidir. Çünki bir ömür yaşayıb, bu ömrü yaşayıb. Bu ömür həyatında, bu ömür yolunda nələrlə qarşılaşıb onu bilir. Cavanlara da bunun yolu göstərməlidir ki, sən bu yolda gəlib ilişməyəsən, gəlib bu yolda yıxılmayasan. Çünki bizim bütün təcrübələri keçirmək kimi imkanımız yoxdur. Bütün hər bir təcrübəni yaşayaq öyrənək. Yox, bizim o imkanımız yoxdur. Bizim amma nə imkanımız var? Bizim imkanımız var ki, təcrübəsi olanlardan istifadə edək. Kim təcrübə yaşayıbsa, ondan istifadə edir. Məsəl üçün, olur bəzən hər hansı bir elm sahəsində biri var idi, məsəl üçün, neçə illər getmişdi, canavarlarla bir yerdə qalmışdı, təcrübə eləmişdi, 5 il səhv eləmişsə qalmışdı, onun haqqında yazmışdı. İndi hər kəs gedib onu yaşamalı deyil ki, o zəhməti çəkməli deyil ki, onun təcrübəsindən istifadə eləməlidir. Ağsaqqallar da bu cür nədir? Bizə öz təcrübələrin verməlidir. Təbii ki, ağsaqqal da nümunəvi həyat sürməlidir ki, öz təcrübəsini də bölüşə bilsin. Hədisdə var ki, Allah Teala, mən adların uzun detay çəkmirəm, filan qocadansa filan cavan Allah üçün daha üstündür. Filan işi görən, filan günahları edən, məsələn, hədisdə var ki, filan günahı edənə Allah Teala həya edir əzab verməyə, amma insan saçının ağlığına, saqqalının ağlığına həya eləyib günahdan əl çəkmir. Peyğəmbərimiz buyurur ki, Qalə Rasulullah sallallahu aleyhi və səlləm İnnə min iclali
təvqiraş-şeyxi min ümmeti. Peyğəmbərimiz buyurur ki, ümmətimin böyüklərinə hörmət etmək elə mənə hörmət eləməkdir. Ümmətimin böyüklərinə kim hörmət eləsə, mənə hörmət eləmiş kimidir. Başqa bir hədisdə buyurur, İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, leysə minnə mən ləm yuvaqqir kəbirana və yərhəm səğirana. Buyurur ki, böyüklərimizə hörmət etməyən və kiçiklərimizə rəhmət və şəfqət göstərməyən bizdən deyildir. Başqa bir hədisdə buyurur ki, addimu kibarakum və sillu ərhamakum. Böyüklərinizə hörmət edin. Böyüklərinizə hörmət edin, qohumlarınızla əlaqə saxlayın. Başqa bir hədis var, buyurur ki, İmam Musa Kazım əleyhissalam buyurur ki, İnnə lillahi əzzə və cəllə fi kulli yevmin və leylətin munadiyyən yunadi məhlən məhlə ibadəllah ən məsiyəllah. Buyurur ki, həqiqətən Allahın bir nida edən, car çəkən bir carçısı vardır ki, hər gecə gündüz nida edir ki, məhlən məhlə ibadəllah ən məsiyəllah. Buyurur ki, nida edir ki, dayanın, əl saxlayın, dayanın ey Allahın bəndələri, günahdan çəkinin. Fələulə bəhəimər ruddə və sibiyyətur ruddə və şüyuhur rukkə لَسُبَّ عَلَيْكُمُ الْعَذَابُ صَبًّا تَرُدُّونَ بِهِ رَدَّا. Buyurur ki, günahdan çəkinin deyər və buyurar ki, əgər dünyada otlayan heyvanlar olmasaydı, südəmər körpələr olmasaydı, beli bükülən, rüku edən qocalar olmasaydı, başqa bir hədisdə buyurur ki, təqvalı cavanlar olmasaydı, üzərinizə elə bir əzablar gələrdi ki, sizi şiddəti ilə əmin əzablar əzərdi və sizi əzab və əziyyətə düçar eləyərdi. Allah buyurur ki, həmin mələk otlayan heyvanlara görə Allah sizə rəhm eləyir. Südəmər körpələrə görə, beli bükülmüş qocalara görə, təqvalı cavanlara görə Allah sizə rəhm eləyir. Həzrət Əli əleyhissalamın zamanında bir kişi var idi, yaşlı bir xristiyan bir kişi idi, yaşı keçmişdi, bir ömür yaşamışdı və bir ömür çalışmışdı. Amma çalışsa da heç bir zəxirə, heç bir pul para toplaya bilməmişdi çətin günləri üçün. Və ömrü keçmişdi, gözləri də əlindən getmişdi, gözləri də kör olmuşdu. Qocalıq, yoxsulluq və körlük hamısı bir araya gəlmişdi. Və ona dilənçilikdən başqa bir yol qalmamışdı. Küçənin bir kənarında oturub əyləşmişdi və dilənirdi. İnsanlardan rəhim dilənirdi ki, ona sədəqə versinlər. Və beləliklə öz həyatını bununla davam elətdirirdi. Əzablı, əziyyətli həyatını davam etdirirdi. Bir gün möminlərin əmiri Həzrəti Əmir əl-Möminin Əli ibn Əbi Talib əleyhissalam həmin küçədən keçərkən bu yaşlı, gözü görməyən, yoxsul xristiyanı görür və həmin bu kişinin vəziyyətini araşdırmaq qərarına gəlir. Ki, nə olub bu kişiyə? Niyə bu hala düşür? Bunun bir övladı yoxdurmu bu ki, buna bir yeyə çıxsın, buna baxsın və yaxud da ömrünün son anlarında bu qoca kişi ləyaqətlə yaşasın, dilənməsin. Dilənməkdən başqa bu kişi üçün bir çarə yoxdurmu? Nəysə, araşdırmaq üçün göstəriş verir, araşdırırlar. Yaşlı kişi tanıyanlar gəlib Həzrəti Əmir əl-Mömin əleyhissalama şəhadət verirlər ki, deyirlər ki, bu kişi xristiyandır. Gəncliyində və gözü gördüyü zamanda çox zəhmətkeş bir kişi olub. Çalışıb, bir ömür çalışıb, indi isə nə gəncliyi qalıb, nə gözləri görür, nə də bir pul kənara qoyub, nə də zəxirəsi var ki, ondan istifadə eləsin. Və beləliklə, həmin bu kişi dilənmək məzuniyyətində qalır. Həzrət Əli əleyhissalam çox tənqid edici bir cavabla onlara deyir ki, çox əcəb, çox heyrətlidir ki, elə ki qüvvəsi var idi ki, onu o işləyirdi, sizinlə işləyirdi. İndi isə onu bu vəziyyətə tək qoymuşsunuz. Bu adamın keçmişi göstərir ki, qüvvətli olduğu zamanda, qüvvətli olduğu müddətdə çalışıb sizə xidmət eləyib. Ona görə də bu gün xilafətin, İslam hökumətinin
öhdəsinə və cəmiyyətin öhdəsinə düşür ki, həmin bu şəxsə sağ olduğu müddətdə onun qayğısını çəksin və Beytülmaldan ona təqaüd versin. Həzrət Əli əleyhissalam 1400 il bundan əvvəl insanlara nə edirdi? Təqaüd verirdi. Xilafəti müddətində insanlar Həzrət Əli əleyhissalamdan təqaüd alırdı. Muhammed və Ali Muhammedə salavat edildi. Allahümmə salli Qozalara və yaşlılara hörmət haqqında danışanda təbii ki, valideynləri də unutmaq olmaz. Valideynlər bizi dünyaya gətirən şəxslərdir. Onlar haqqında Allah Teala buyurur ki, وَقَضَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّاهُ Buyurur ki, Rəbbin yalnız ona ibadət etməyi əmr etmişdir və davamında nə buyurur? وَبِالْوَالِدَيْنِ إِحْسَانًا Rəbbin yalnız ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Baxın, Allah Teala tohid bəhsinin yanında, tohid əmrinin yanında, Allahın vəhdaniyyətini qəbul etməyin yanında valideynə yaxşılıq etməyi, ehsan etməyi əmr edir. Buyurur ki, İmmə yəbluğannə indəkəl kibərə əhəduhumə əv kiləhumə fələ təqul ləhumə uffin və lə təqhərhumə və qul ləhumə qavlən kərimə. Buyurur ki, əgər onlardan biri, yəni valideynlərindən biri və ya hər ikisi sənin yanında qocalıb, yaşayıb qocalıb, qocalığın ən düşkün çağına çatarsa, onlara uf belə demə, onlara qışqırıb acı söz söyləmə, onlarla xoş danış. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, Allah Teala uf kəlməsi niyə gətirib? Çünki insanı incidəcək ən aşağı kəlmə ufdur. Ufdan da ən aşağı kəlmə olsaydı, Allah Teala deyər ki, onu da demə. Ki, valideyn nədir? Sənin qırmızı xəttindir, ona sən incidəcək bir söz deyə bilməzsən. Nədir denən? وَغْفِضْ لَهُمَا جَنَاحَ الظُّلِّ مِنَ الرَّحْمَةِ Onların hər ikisinə rəhm edərək, mərhəmət edərək, onların mərhəmət qanadının altına salıb, denən وَقُلْ رَبِّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِ صَغِيرًا Buyurur ki, Allah Teala deyir ki, onları rəhmət qanadlarının altına al və onlar üçün denən, onlar üçün Allaha dua elə. Allah Teala buyurur ki, valideynləri üçün dua elə. Nə dua elə? Ey Rəbbim, onlar məni körpəliyimdən nəvazişlə tərbiyə edib bəslədikləri kimi, sən də onlara rəhm elə. Yəni, Allah bildirir ki, bu duanın özündə belə bildirir ki, bu cür dua elə. Çünki bu duanın içərisində də sən biləsən ki, sən özün də bir vaxt körpə olmuşdun. Sən özün də bir vaxt möhtac olmuşdun. Özün də bir vaxt aciz və zəif olmuşdun. Köməyə ehtiyacın var idi. Bir yeməyi belə ağzına qoya bilmirdin. İlahi, indiki valideynlərin bu vəziyyətə gəlib, Allah Teala bildirmək, sən bunlara rəhm elə, onlara acı danışma. Sən o qədər valideynləri incidirsən, o qədər onlara əziyyət eləmirsən. Ona görə insan valideynlərinə qarşı çox diqqətli olmalıdır və valideynin duasını almaq, valideynə baxmaq, valideynə xidmət eləmək insana əvəzsiz möcüzələr göstərə bilər. Valideynin duası çox mühüm məsələdir. Ağsaqqalların duası çox mühüm məsələdir. Böyüklərin duası, seyidlərimizin duası çox mühüm məsələdir. Allah Teala bizləri daim böyüklərimizin, seyidlərimizin, valideynlərimizin, ağsaqqallarımızın duasını qazanan şəxslərdən qərar versin. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lam yalid və lam yulad və lam yekun lehu kufuven ahad. Vesselamu aleykum və rahmetullahi və berekatuhu. Əziz və dəyərli müsəlmanlar, cümləniz mübarək olsun inşallah.